Növbəti köç kərvanları Xankəndinin Kərkicahan qəsəbəsinə, Xocalının Xanyurdu və Təzəbinə kəndlərinə çatıb. Bu mərhələdə Kərkicahan qəsəbəsinə 5 ailə, 25 nəfər, Xocalının Xanyurdu kəndinə 6 ailə, 24 nəfər, Təzəbinə kəndinə isə 41 nəfərdən ibarət 8 ailə köçürülüb. Sakinlərə mənzillərinin açarları təqdim olunub. Mərasimdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov doğma yurduna qayıdan sakinləri təbrik edib, qeyd olunub ki, köç edən ailələrin sosial rifahı və məşğulluğu daim diqqət mərkəzində saxlanılır. Onlar üçün həm dövlət, həm də özəl sektorda iş imkanları yaradılır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün zəruri şərait mövcuddur.